ye, iç, gözün aydın olsun. Eğer insanlardan kimisə görsən, de, mən mərhəmətli Allaha oruç tutmağı nəzir etmişəm. Odur ki, bugün heç kimlə danışmayacağam. Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər, ey Məryəm, sən yaramaz bir iş tutmusan. Ey Harunun bacısı, atan pis kişi, anan da pozğun değildi. Məryəm ona işarə etdi. Onlar dedilər, beşikdə olan körpə ilə necə danışaq? Körpə dil açıb dedi, həqiqətən də mən Allahın quluyam. O mənə kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.